Azərbaycanın ilk müstəqil sənətli film festivalı olan Doku Baku Beynəlxalq Sənətli Film Festivalı bu il 9-cu dəfə tamaşaçıları ilə görüşür. 13-19 oktyabr 2025-ci il tarixlərində Bakıda keçiriləcək festival, həqiqət axtarışında olan kinematografiyanın tənqidi düşüncənin və mədəni dialoqun dinamik platforması kimi çıxış edir. Bu festivalın mövzusu 5D World Hyper Divine Mat 3X adlanır. Festival müxtəlif ölkələrdən olan rejissorları, düşüncə sahiblərini və tamaşaçıları bir araya gətirərək həm yerli sənətli kino mühitinin inkişafına, həm də beynəlxalq mədəni mübadilənin güclənməsinə xidmət edir. Filmin dünya premyerası Doker Beynəlxalq Film Festivalında olub. Bugün Azərbaycanda premyeradır. Doku Baku Beynəlxalq Film Festivalındadır. Ümid edirəm ki, yığışan tamaşaçılar da bu filmi izləyərkən öz evlərini görə biləcəklər. Bu il 200-dən çox ölkədən biz film qəbul eləmişik ki, onların 57-si bizim festivala seçilib və bizdə 6 kateqoriya üzrə deməli yarışma var. Bütün kateqoriyalar hamısı müsabiqədir və bu yaxınlarda biz qalibləri seçəcəyik ki, hansı ki bunlar, bu filmlər, bu rejissorlar, bu gənclər gələcək Azərbaycan və deməli Azərbaycandan kənardakı rejissorların da həyatında bir uğur, bir başlanğıc olacaq. Evim müşahidə janrında çəkilmiş sənədli filmdir. Logline-ından da göründüyü kimi hər insanın daxilində olan, onun məxfisi, onun doğması olan bir məkan olur. Bu film həmin məkana toxunur. Düşünürəm ki, baxan hər kəsin o evinə, daxildəki dünyasına toxunacaq bir film ortaya gətirmişik. Gələn hər kəsə də təşəkkür edirəm. Doku Baku gənc istedadları və müstəqil hekayəçiləri dəstəkləməyə, cəsarətli yaradıcılıq təcrübələrini təşviq etməyə sadiqdir. Festival sənət və aktivizmin qovuşduğu ifadə azadlığının və yaradıcılıq sərhədlərinin genişləndirildiyi bir məkandır. Bu il də Doku Baku yalnız filmlərin nümayişi deyil, sualların doğulduğu, yeni əlaqələrin qurulduğu canlı bir platforma olacaq. Fərid Yusifov, Rizvan Əkbərli, APA TV.